Bugün sizə xançınar yarpağında necə dolma hazırlanır onu göstərəcəm. Sadə, amma ürəklərə toxunan bir reseptdir. Əgər siz də fərqli dadlar axtarırsınızsa, videonu axıra qədər izləyin, bəyənin, paylaşın və kanalıma abunə olmağı unutmayın. İçliyə ət, quyruq, düyü, soğan, kişniş, şüyüd, nanə, sarçüç, biraz da tomat əlavə etdim. Miqdarları siz öz ailənizə uyğun tənzimləyə bilərsiniz. İçliyi hazırladıktan sonra keçirik yarpaqlara. Yarpaqları əvvəlcə isti suya, sonra isə soyuq suya salırıq. Bir növ şoklama edirik. Bütün yarpaqları suya saldıktan sonra artıq bişməyə keçirik. Hamısını büküb qurtardıktan sonra ocağa bişməyə qoyuruq. Ətri, dadı başqa olur, sözlə ifadə etmək çətindir. Əgər heç dadmamısınızsa, ömrünüzdə bir dəfə də olsa bişirməyə dəyər. Artıq dolmamız hazırdır. Süfrəyə qatıqla təqdim edin ki, ləzzəti tamamlansın. Edən hər kəsə nuş olsun.